Gəlin birlikdə maraqlı bir mətni dinləyək və eyni anda da tərcümə edək. Başlayaq. Is there anything worse than noticing your phone battery is running low and you don't have a charger? Deyir ki, telefonun bataryasının azaldığını görüb, şarj cihazının olmadığını hiss etməkdən notice və ya anlamaqdan daha pis nə ola bilər? Is there anything worse? Yəni daha pis olan bir şey varmı? Burada run low nə deməkdir? Telefonun bataryasının azaldığını göstərən battery is running low, yəni telefonun bataryası azalır. And you don't have a charger və sənin şarj cihazın yoxdur. Davam edək. Okay, there may be many worse things. Deyir, ola bilər ki, daha pis şeylər var. But having low battery is one of those 21st century problems that still makes many of us feel a little anxious. Amma bateriyanın az olması, having low battery, bateriyanın az olması 21-ci əsrin problemlərindən biridir. Is one of those 21st century problems. Hansı problemlərindəndir? That still makes many of us feel a little anxious. Hələ də bir çoxumuzun a little anxious, az da olsa narahatlıq keçirməsinə səbəb olur və yaxud narahatlıq keçirtdirir. Makes. However, we don't all get anxious at the same time. Amma biz hamımız eyni anda narahatçılıq keçirtmirik. Get anxious, narahatçılıq keçirmək mənasına gələ bilir. The same time. According to a new survey from the US, the average person begins to worry when their battery level falls to 38%. Deməli, Amerika Birləşmiş Ştatlarında aparılan bir sorğuya görə, yeni bir sorğuya görə, orta hesabla insan bateriya səviyyəsi 38%-ə düşəndə narahat olmağa başlayır. Average, orta hesabla deməkdir. According to, nəyəsə görə, kiməsə görə. Survey, tədqiqat və ya sorğu. Most phones won't warn you about low battery levels until they get to 20%, but a lot of people start to panic long before that point. Deməli, əksər telefonlar bateriyanın səviyyəsi 20%-ə çatmayınca until they get to 20%. Çatmayınca xəbərdarlıq etmir. Yəni azaldığı barədə, bateriya səviyyəsinin azaldığı barədə xəbərdarlıq etmir. Amma bir çox insan bundan əvvəl panikaya düşməyə başlayır.